İnsülin direnci olan insanlar durmadan acırlar. Yani yemeği yediler, bir saat geçir yine acır. Bir saat geçir yine acır. Çünkü siz qəbul edirsiniz enerjini. Hücrenin içine girebilmir. Ve hücreye daxil ola bilmədiyi üçün hücre ac qalır. Və sizin beyniniz bir də siqnal göndərir ki, nə oldu? Yemək yemədin axı. Nətər yəni yemədim? Yedim axı. Sən doydun. Amma hüceyrən acdır. Hüceyrə bir də sənə deyir ki, get yi. Özdə nə yi? Şəkərli bir şeylər. Daha tez mənimsənilən enerji qəbul elə ki, bu vəziyyətdən acam axı. Aclıq yaşayır. Bu vəziyyətdən tez qurtulum. Yəni insülin direncini belə izah etmək mümkündür. Bunun üçün bu vəziyyəti aradan qaldırmaq üçün sizə lazım olan əzələlərin və ümumiyyətlə hüceyrələrin insülinə qarşı olan bu həmin direncini qırmaq.